dərinin funksiyası, yəni dərinin qoruyucu funksiyası get-gedə zəifləyir. Nəticədə dərimiz öz yağını itirir. Daha doğrusu yağın əmələ gəlmə prosesi azaldığı üçün o nəmlilik, o suyun dəridə tutulması get-gedə azalmağa başlayır. Təbii ki, burada yaşa bağlı olan faktorlar da vardır, unutmamaq lazımdır. Dərinin elastikliyində iştirak edən kollagen kimi maddələrin də əmələ gəlməsi yaşla bağlı olaraq yaş artdıqca get-gedə azalmağa başlayır. Yəni bunlar özləri də su tutur. Nəticədə ümumi götürsək, bütün bu baryer funksiyasının pozulması nəticəsində dəri artıq özündə öz suyunu saxlaya bilmir və bu suyun dəri vasitəsilə quruması, atılması sürətlənməyə başlayır. Bəs burada hansı faktorlar rol oynayır? Əvvəla daxili faktorlardan danışaq. Belə ki, bizim dərimiz bədənimizin bir hissəsidir. Adətən bizim bədənimizdə baş verən xəstəliklər bəzən özünü dəridə göstərməyə başlayır.